Rusiyanın Yekaterinburg şəhərində hüquq mühafizə orqanlarının Azərbaycanlı Səfərovlar ailəsinə qarşı keçirilən əməliyyatın bəzi təfərrüatları məlum olub. Lentazın əldə etdiyi məlumata görə 2001-ci ildə şəhərin kafelərinin birində əslən Ağdam rayonundan olan Yunis adlı bir nəfərin qətlə yetirilməsi cinayəti ilə bağlı Federal Təhlükəsizlik Xidməti Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birgə iyunun 27-sində səhər saat 5 radələrində Səfərovlar ailəsinin üzvlərinin yaşadıkları 10 mənzilə basqın ediblər. Mənzillərdə olan kişilərin hamısını döyüb maşınlara doldurub polis idarəsinə aparıblar. Polis idarəsinə aparılan zaman baş vermiş işgəncə nəticəsində iki qardaş Ziyəddin və Hüseyn Səfərovlar həyatlarını itiriblər. Qohumlarının dediklərinə görə idarədə onlardan 24 il bundan qabaq baş vermiş cinayəti törətdiklərini etiraf etmək tələb olunub. Saxlanılanların Səfərov Bakir Mehdioğlu, Azərbaycan vətəndaşı, Səfərov Asif Möhbalıoğlu, Səfərov Ayaz Möhbalıoğlu, Səfərov Məzahir Möhbalıoğlu, Səfərov Kamal Qədimaloğlu, Səfərov Məhəmməd Məzahiroğlu və Səfərov Vüqar Məzahiroğlu olduğu bildirilib.